Niyə görə şiiyələr, əhl-i beyt dostları, niyə görə torpağı yalnız alınlarına qoyurlar? Niyə əlin altına da qoymurlar? Niyə dizinin altına qoymurlar? Niyə baş barmaqlarının altına da qoymurlar? Bu sualı çox verirlər. Məşhur sualdır və bəzi qardaşlar da və çoxları, əksəriyyəti buna cavab verə bilmir. İstəyirəm ona cavab verib bu məsələ ilə qurtaraq inşallah. Buna bir neçə cavabımız var. Birinci cavab bundan ibarətdir ki, lap sadə. Əgər biz desək ki, şərt bilsək ki, səcdə üzvlərinin hamısı birbaşa, fasiləsiz, torpağın üzərində qalmalıdır, onda gərək deyək ki, vacibdir, namazı şortiklə qılayıq. Çünki şalvarı neynəyə qılır? Necə, dizlərimizi kəsək onda. Yaxşı, kişilər kəsdik, qadınlar neynəsin? Qadınlar bütün namazda ötürməlidir. Yaxşı, necə eləyirlər? Əvvələn bilinir ki, bu ümumiyyətlə gülünc bir iraddır. Bu bir. İkincisi, Quran-ı Kərimə fikir verin. Bəyə oxuduğumuz ayə, Fətih surəsi sonuncu ayə. Allah təala nə dedi? Peyğəmbər və ona iman gətirənlərin əlaməti nədir? Alınlarında səcdəniz olar. Niyə deməli onların dizlərində səcdəniz olar? Niyə deməli onların əllərində səcdəniz olar? Niyə deməli onların baş barmaqlarında, ayağının baş barmağında səcdəniz olar? Allah nə deyir? Onların üzlərində səcdəniz olar. Deməli səcdənin izi harda görsənər, harda torpağın üzərində olar? Alın olar torpağın üzərində.